döyüşə getməyin. İlham Əliyevə görə evinizdən küçəyə belə çıxmayın. Əgər belə bir şans, ay Azərbaycan xalqı, elə bir şans yenə yaradılsa ki, sizin əlinizə silah düşsə, sizə desələr ki, gedin döyüşün, gedin düşmənlərlə üz-üzə döyüşün, həmin o silahları, misal üçün, birini Elçin Quliyevin dalına soxmaq olar, birini Zakir Həsənovun, birinin Bala Heydərin dalına. Alona da çox istəyər ki, onun dalı silahlar görsün, onun dalı tank lüləyini görsün. Biz bu silahları çevirməliyik Əliyevlər tayfasına qarşı. Çünki Əliyevlər tayfası Azərbaycan xalqını boğaza yığıb, xirtdəyə qədər İlham Əliyev cinayətin içindədir. Susmaq olmaz, etiraz etmək lazımdır, ayıq olmaq lazımdır. Əgər yenə deyirəm ki, sayımız bugün 30 min, 40 min, 50 min olsa, İlham Əliyev bizə uşaq pulumuzu da verəcək, qazilərin də haqqını verəcək, əskərlərin də. Artıq bir ay keçib. İlham Əliyev hələ bu şərəfsiz İlham Əliyev çıxıb bizə cavab verəmir ki, sərhəd xidmətində hər həftə intihar etmiş əskərləri başına nə oyun açırlar? Niyə hələ də Elçin Quliyev sərhəd xidmətinin başında oturub? Niyə? Niyə İlham Əliyev çıxıb cavab vermir ki, bu əskər bağlılarımız, qardaşlarımız sərhəd xidmətində niyə intihar edir? Nədir bunları məcbur edir, o intihar həddinə çatdıran? Cavab vermirlər. Cavab vermirlər, imkan vermirlər ki, Tovuz sakinin videosu yayılmışdı. İcazə vermirlər ki, həmin ailələr öz intihar etmiş, güya intihar etmiş, onları öldürürlər, İlham Əliyev onları öldürür. Həmin o intihar etmiş sərhədçiləri bastırmağa belə icazə vermirlər. Deyirlər ki, olmaz, deyirlər ki, etmək olmaz. Kimə deyək bu dərdimizi, hörmətli izləyicilər?